Sentyabrın 27-sində mən Vaşinqtona enəndə ilk dəfə Amerika ilə tanış oldum. Böyük Amerika. Bu məmləkətdə gələcəyim ən böyük nəticə. Burada ən böyük və ən əsas birinci faktor insandır. Bura Amerikadır. Ancaq neçə əsrlər müstəqil öz məmləkətində müharibə, acılıq, zorakılıq, terror, səfalət, ölüm görməyən, daim azad, firavan, xoşbəxt və qayğısız yaşayan Amerikalılar bugün izah edilməz şok vəziyyətindədirlər. Onlar heç vaxt görmədikləri, təsəvvür belə eləmədikləri terroru artıq öz dərilərində hiss eləyirlər. Bura Amerikadır. Artıq burada başqa hava ilə nəfəs alırlar. Narahat, qorxulu, bir qədər də intiqam hissi ilə, çünki qürurlarına toxunulmuş. Amerika artıq sabah üçün yaşayır. Sabah açılacaq, amma necə? Zaman hələ insanı bu qədər qovmayıb. Yəni insan zamanın ardınca bu sürətlə hələ getməyib və zamanın sürətinə insanın bu qədər əyaqlaşmadığı bir vaxt olmamışdı. Söhbət Amerikadan, onun terrorundan, onun başına gələn bu terrordan və onun atdığı cavab addımlarından gedir və bu hər gün özü ilə bərabər qeyri-adi inkişafdan, yəni ki bu inkişaf müharibə təhlükəsindən, narahat əhvaldan xəbər verir və bu inkişaflı gələcək hər gün insanı açılan səhərlə birlikdə özü ilə bərabər narahat əhval-ruhiyyəni gətirir. Üstəlik, Azərbaycanla bağlı Amerikanın 907-nin mümkün ləğvi söhbətləri və ondan da vacibi bizim üçün daha önəmli olan bütün dünya tərəfindən erməni terrorunun tanınması və pislənməyi məqsədidir. Bəlkə də bütün bunlar olmasaydı biz sizlə tamam başqa Amerikadan danışacaqdıq. Ancaq bu saat bu qitə, daha doğrusu Amerika Birləşmiş Ştatları üçün bundan önəmli də heç nə yoxdur. Ona görə dünən, bugün, sabah Amerikada. Məlum 11 sentyabr hadisələri məncə Amerikanın təfəkkürünü tamam dəyişdi. Sanki dünya indi terrorun nə olduğunu kəşf elədi. Maraqlı və tədbirə layiq odur ki, Amerika özünü kənardan görməyə və özünü başqalarının yerinə qoymağa başladı. Bu da Amerikanın məşhur Vaşinqtonu. Çox qüdrət, güc simvolu olan şəhəri və bugün Amerika çox çətin günlərini yaşayır. Çünki Amerikaya olan məhz bu terror hadisələrindən sonra Amerika çox narahatlıqla bu hadisələri araşdırmaq və bu hadisələrin ədalətli sonluqla bitəcəyinə zəmin yaratmaq üçün çalışır. Və mənə elə gəlir ki, bütün Amerikalılar bu saat məhz bu ədalətli sonluğu gözləyir. Nə qədər bu ədalətli olacaq bilmirəm, amma hər halda biz bugün məhz Amerikaya nəzər salmaq istəyirik və Amerikanın bugünkü gününü, bugün nə ilə nəfəs aldığını, hansı hisslərlə yaşadığını kəşf eləmək istəyirik. Hər halda biz Amerikanın, qüdrətli Amerikanın bu pat vəziyyətində onun necə yaşadığını şahidi olmaq istəyirik. Və bu zaman mənim yadıma bayağı da olsa bir filmin adı yadıma düşür. Varlılar da ağlayır. Hər halda qüdrətli Amerikanın bugün məhz bu vəziyyətindən çıxış yolu tapmağı və bütün dünyaya bəyan eləyəcəyi ədalətli bir ölkə, qüdrətli bir ölkə olduğunu sübut eləmək üçün çox böyük və mühüm zəmin var. Təbii ki, Amerika çox qüdrətli bir ölkədir və bu ölkədə hər bir şey sanki insan üçün nəzərə alınıb. Hətta görünən, görünməyən, çox primitiv görünə bilən hər bir şey 100 dəfə ölçülüb, bir dəfə biçilib və burada insan faktoru birinci faktor olaraq nəzərə alınıb. Amerika, bizim kəşf edəcəyimiz Amerika ilə əvvəlki Amerikasında bilmirəm, fərq olacaqmı? Biz Amerikanı daim azad, böyük, sərhədsiz təsəvvür edirdik. Və məncə sərhədsiz sözü burada qüdrətin hüdudsuzluğu kimi qavranılmalıdır, anlaşılmalıdır. Ancaq əsl Amerika hardan başlayır sualına cavab tapmaq üçün Amerikanın məhz məşhur Bənd ləndindən
yəni pis, yaramaz torpağından başlamalıyıq. Biz indi Amerikadayıq, amma bu Amerikanın ürəyi olan nə Washington, nə Los Angeles, nə New York, nə də ki Chicago'dur. Biz indi Taos torpağındayıq və bu Taos torpağı ilk tikilən evləri özündə qoruyub saxlayır. Amerikada ilk tikilən evlər, gildən tikilən evlər. Bax, bura bu saat muzeyə çevrilsə də Amerikanın ilkin bünövrəsi qoyulan torpaqlardan və məmləkətlərdən, yerlərdən biridir. Əslində bu torpaqlardan başlayır əsl Amerika. Amerika məmləkətinin bünövrəsi bu torpaqlardan və bu torpaqlarda yaşayan hindulardan başlayır. Və həmişə insan azadlığından, insanın birinci faktor olmağından danışan Amerika, hətta belə bir fikirdə söyləyirlər ki, insan azadlığından danışan Amerika əslində hinduları öz torpaqlarından qovub və yaxud da onları öldürüb, onların torpaqlarının yerində öz məmləkətini qurub. Bilmirəm, bu belə də doğrudan da indi belə qəbul olunur yoxsa yox, amma hər halda əsl hindular bu torpaqlarda indi də yaşayırlar, öz adət-ənənələrini saxlayırlar. Və mən hinduların bu torpaqlardan, yəni bu torpaqların vətəni məhz hinduların sakinləri olduğunu ya olmadığını soruşmaq istəyirəm. Siz necə güman eləyirsiniz? Amerikalılar əslində hinduların torpağında mı yaşayırlar və yaxud da bu torpaqlar əslində hindulara mı məxsusdur? Və hindulara bu necə baha başa gəlib? Yəni hindular öz torpaqlarını Amerikalılara, indiki Amerika məmləkətinə məmnuniyyətlə mi verirlər? Bu torpaqlar əsl Amerikadır, bəli, və bu torpaqlar da həmişə bizim olub. Çoxları elə bilir ki, Kolumb Amerikanı kəşf eləyib. Bu belə deyil. Kolumbu sudan quruya, yəni Amerikaya biz çıxardıq, xilas elədik. Ona çörək, su verdik, sonra yenidən quruya, su ilə yola saldıq. Biz həmişə Amerikanın sakinləri olmuşuq, əbədi sakinləri olmuşuq. Kolumb bizi yox, biz Kolumbu kəşf elədik. Və bugün Amerika Kolumb gününü qeyd eləyir, biz hindularsa yox. In the Native American way. Əgər desək ki, daha çox burada hakim kimdir? Hindular, yoxsa belə deyək, bu saat Amerikalılar adlanan Amerika məmləkətini quran və yaxud da Amerikanlılar? Bugün hər ikisi hakimdir bu torpağa. Hansı tərəfin necə qəbul etməsindən asılı olmayaraq. Bugün sizin bayramınızdır. Yəni Amerikada vaxtilə belə bir fikir var idi başqa ölkələrdə ki, Amerikalılar hinduları sıxışdırıb onların torpaqlarında öz məmləkətlərini qurublar. Və ümumiyyətlə mən sizin bayramınıza baxdım və sizə belə bir sual vermək istəyirəm ki, sizin hüququnuz Amerikada necə qorunub? Yəni dünən necə idi, bugün necədir? Biz uzun müddət müharibə vəziyyətində idik. 1932-ci ildən sonra normal həyat tərzi keçiririk. Biz özümüzü Amerikanın bir hissəsi kimi hiss eləyirik. Bu, 1932-ci ilə qədər belə deyildi. Narahatlıq idi. Onlar bizim ölkəmizi uğurlayıblar. Onlar bizim torpağımızı qəsb eləyiblər. Bütün olanlar özünü bizim yaddaşımızda göstərir hələ də. Amerika bizi seçib, biz də Amerikanı. Əslində Amerika hamıya köməklik göstərib, bütün ölkələrə. Buna görə Amerika bir ölkə kimi yox, bir ruh kimi yaşayır və yaşayacaq əbədi. O biri ruhlar, yəni o biri ölkələrin ruhları da ona kömək göstərməlidir, onu daha da gücləndirməlidir. Biz yer kürəsinə ana adı vermişik. O bizə ana kimi yemək verir. Biz də əvəzində ona hər şeyi verməliyik. Bugün hindular Amerikada necə yaşayır və Amerika onlar üçün nə deməkdir? Amerika çox internasional bir ölkədir. Burada biz özümüzü başqaları kimi bərabər hüquqda hiss eləyirik. Amerika güclü dövlətdir. Ona görə güclüdür ki, burada hamı, bütün millətlər bir-birinin qolundan tutur. Bu, Amerikanı daha da güclü eləyir. Hindulara, yəni bizə münasibətinə görə isə mən təşəkkür edirəm Amerikaya. Çox sağ olsunlar ki, bizə qarşı belə hörmət və mərhəmətlidirlər. Vaxtilə bu belə deyildi. İndiki münasibətlər bizi çox qane eləyir. Hətta indi hinduların bir çoxu silahlı qüvvələrdə işləyir.
Xeyr, biz indi bir yerdəyik. Təbii ki, indi Amerika bizim hamımızın həm sevinci, həm də ağrısıdır. Ağrısı dedikdə biz baş verən hadisələri nəzərdə tuturuq. Yəni zərbələr tək Amerikaya yox, bizim hamımıza vuruldu. Bütün hindulara. Bunu heç biz də gözləmirdik. Ancaq indi bu saat Amerikanın demək olar ki, çox yerlərində, bəlkə də bütün ştatlarında, nəinki New Mexico'da, nəinki Albuquerque'da, nəinki Rapid City'də, müxtəlif və bütün ştatlarında Hindu mədəniyyəti geniş təbliğ olunur. Hindu mədəniyyətindən qidalanırlar, hətta Hindu tarixi ilə fəxr edib öyünürlər. Görünür, Amerika vaxtilə elədiyi hindulara qarşı elədiyi ədalətsiz hərəkətlərinə indi bir növ bax bu cür kompensasiya verir. Hər halda ədalətli sonluqdur, deyilmi? Məncə Amerikada ən böyük meyar hamının inandığı ədalətdir. Amerika, Amerikalıların nəzərində ədalət və güc simvoludur. Təkcə Amerikalıların mı? Amerikanın azadlığı müdafiə missiyasına, yəni inanırsınızmı, bu missiyanı kim müəyyənləşdirib? Dünya siyasətində aparıcı rol oynamaq istəyən Amerikan siyasətçiləri, ilahi qüvvələr, yoxsa iqtisadi və siyasəti qloballaşma tendensiyası? Anyone who has lived in America Amerikada yaşayan hər bir kəs bunu bilir. Bilir ki, Amerika çox azad ölkədir. Xaricdə yaşayanlar bəlkə də bunu real saymırlar, amma Amerikada adamlar üzlərində heç bir sənəd, şəxsiyyətini təsdiq edən vəsiqə olmadan da gəzə bilərlər. Burada hər bir şəxs siyasi proseslərdə iştirak edə bilər. Bu, sosial-siyasi inkişafın səviyyəsini göstərir. Bu cür inkişaf səviyyəsi qədimdə Qərb sivilizasiyasının kredosu sayılan Afina ilə assosiasiya olunurdu. Məhz bu, Amerikada azadlığı müəyyən edir, onu dünya üçün cəlbedici məkana çevirir. Bu, əslində Amerika tərəfindən həyata keçirilən siyasi missiya deyil. Məsələn, kommunizm kimi ideoloji fanatizm deyil. Bu, Amerika reallığıdır və bu faktdır ki, bütün dünyada insanlar yaşamaq üçün Amerikaya gəlmək istəyirlər, başqa ölkələrə yox. Amerika dünya ağalığına can atırmı? Atırsa nə üçün? Bilirsiniz, Amerikalılar oturub fikirləşmirlər ki, biz qlobal hegemonluğa necə nail ola bilərik. Amma bu faktdır ki, Amerika zəngindir, texnologiyasının son nailiyyətlərinə malikdir, hərbi cəhətdən qüdrətli dövlətdir. Bu da ölkənin müvəffəqiyyətini tam təmin eləyir. Ona görə yox ki, Amerikalılar dünya liderliyini qlobal hegemonluğa ələ almaq istəyirlər. Ona görə ki, biz uğurlu dövlət yaratmışıq. Bizim üçün prezident ölkənin aparıcı və əsas qüvvəsidir. Vaşinqtonu kral qoymaq istəyəndə xalq dedi ki, bizə kral yox, demokratiya lazımdır. Deməli, bizə prezident lazımdır. Biz prezidentimizə inanırıq, çünki o bizim aparıcı qüvvəmizdir və bu belə də olmalıdır. Arxada gördüyümüz daş əbədi heykəllər Amerika prezidentlərinin şərəfinə ucaldılan heykəllərdir və Amerikanın 44 prezidentindən, yəni özü George Washingtondan üzü bəri olan hər bir prezidentə illər və zaman, əsrlər keçməyinə baxmayaraq onlar həmişə bu adamlar, bu insanlar həmişə hörmətlə xatırlanır, onlara həmişə hörmət olunur və bu da o deməkdir ki, bu məmləkəti, bu torpağı həmişə böyük, bax, indiki gördüyümüz və bildiyimiz dövlət səviyyəsinə gətirib çatdırmaqda, azadlıq gətirməkdə, müstəqil bir ölkəyə çevirməkdə xidmətləri olan hər bir prezidentin müstəsna xidməti olan hər bir insanın bax bu cür əbədi heykəl kimi onları hörmət olunur, yad olunur və burada heç nə və heç kim unudulmur sözün əsl mənasında, çünki bura azad və sivil bir ölkədir və burada yaşayan hər bir insan öz gözəl müqəddəratı, öz əbədi və daimi xoşbəxtliyi və rahatlığı üçün bax bu adamları yad edəcək, bu adamları həmişə hörmət edəcək. Yəni onlar öldü kral, yaşasın yeni kral demirlər. Onlar hər bir prezidentə, hər bir bu ölkənin, məmləkətin və insanların azadlığı üçün yol göstərən insanların hər birinə hörmətlə xatırlayırlar. Mr. Flo, sizin üçün Amerika nə deməkdir? Siz Amerikalı kimi sizin üçün Amerika nə deməkdir?
Amerika mənim üçün hər şey deməkdir. Mənim xoşbəxtliyimdir, mənim azadlığımdır. Və Amerika azad və sərbəst yaşayış tərzini verən bir ölkə idi. Bu dünənə kimi belə idi. Son hadisələr Amerikada baş vermiş, yəni heç kimin gözləmədiyi, sizin də bizim də gözləmədiyimiz terror hadisələrindən sonra siz Amerikalılar Amerika haqqında nə fikirləşirsiniz? Amerikalılar bu saat əbədi rahatlığını itirir və biz rahatlığımızı itirmişik. Çox narahat həyat tərzi keçiririk axır vaxtlar. Şəxsən mən öz həyat yoldaşımla yəqin ki bir daha təyyarəyə minməyəcəm. Çox yəqin ki minməyəcəm və bu çox pisdir, ağırdır mənim üçün. Təbii ki, bizə çox pis təsir elədi. Heç vaxt gözləmədiyimiz hadisə baş verdi. Bütün Amerikalılar pərt oldu bu vəziyyətdən, ancaq biz əbədiyik, biz yaşayacağıq və biz hər bir belə zərbədən dağıla bilmərik. Çünki biz əbədiyik. The loss of thousands of our citizens. I can hear you. Mən sizi eşidirəm. Bütün dünya da sizi eşidir. Tezliklə bu binaları dağıdanlar da sizin səsinizi eşidəcəklər. And the people who knocked these buildings down will hear all of us soon. Ben burada yeni çıkmıştım hastaneden. Elena Gezen var, benim bir yakınım. Onun eri Türktür, öz Amerikalı. Beraber kahvaltı eliyirdik, yani zaftirik eliyirdik. Televizyonu açtık. Saat 9'u 5 geçirdi. Bir de böyle bum şeyin üstüne, tower'ın üstüne. Ben bir şaşırdım. Elena dedim, ne oluyor? Dedi ki, bilmirəm dedi. O da şaşırdı. Bir şey var dedi. Bu muhakkak teröristler gelir. O dedi bana. Teröristler dedim. Nasıl gelebilirler buraya? Hemen biz bu şeyi zaftrik'i bitirdik. Gittik bizim dostlarımızın evine. Ve orada gördük Pentagon'a vurdular. Bilmem ne ettiler. Onlar Capitol Hill'i de vuracaklardı. Ama 3 Amerikalı genç şeyleri öldürdüler. Teröristleri. Evet, tayyarede özleri indirebilmediler, bilmirdiler. Düştü tayyara, hamısı öldüler. Ben çok pis oldu. Ve ağladım. Neden bu böyle oldu dedim. Bunu dedim ancak dedim alçak erebeler dedim. Onu dedim. Ondan sonra uşaklara telefon ettim sefarete. Böyle böyle. Dedim ki sefir yoktu. Gitmişti. Sonra Bakü'den bana telefon ettiler. Sordular ne var ne yok. Dedim ki böyle böyle işte dedim. Çok dedim üzüntü içindeyim dedim. Ben çok üzüldüm. Ne kadar olursa olsun. Bunu bilin ki ben 50 senedir burada yaşıyorum. Bana bir günde kimse demedi sen Azerbaycanlısan, Ermeniyi sevmirsen, yahut Müslümansan. Her şeyimi eleyirler. Yani Allah var. Doğrusunu demek lazım. Ve ben Azerbaycan'ı ana vatanı diye sövürüm. Azerbaycan bana ne eledi? Bütün benim familyamı mahvetti. Kabirlerin nerede olduklarını bilmirəm, bilirsin. Ne nenemin, ne halalarımın. Ama ona rağmen ben affeledim. Bu axırıncı hadisələr sentyabrın bu hadisələrində Amerikaya vurulan terror zərbələrindən sonra bir Amerikalı kimi sizin üçün məhz bu hadisələrdən sonra Amerika nədir və haradır sizin üçün Amerika?
Amerika da dəyişdi. Mən də dəyişdim. Yəqin ki, bütün Amerikalılar dəyişib. Vaxtilə Vyetnamda müharibə edəndə Amerika, mən bu müharibənin əleyhinə idim. Ancaq indi bu hadisələrdən sonra Əfqanistana girmək lazımdır ya yox, bilmirəm. Mən bu iki fikrin arasında qalmışam. Başqa vəziyyətdir, hər şey başqa cür qavranılır. Cavab vermək çox çətindir bugün. Amerika dünyanın, belə deyək, dünya ağalığına namizəd olan bəlkə birinci bir dövlətdir. Hər halda bu belə bilinir ətrafda, kənarda başqa dövlətlər tərəfindən belə qəbul olunur ki, Amerika dünya ağalığına can atan dövlətdir. Siz necə bilirsiniz, güclü bir dövlət kimi Amerika birinci nəyə üstün bilməlidir? İnsan azadlığını üstün bilməlidir, yoxsa geosiyasi maraqları? Əslində Amerikalılar heç də bütün dünyanın polismeni olmaq istəmirlər. Ancaq onlar başqa ölkələrə daim kömək göstərmək istəyirlər və eləyirlər də. Məsələ ondadır ki, bu bir dəfə uğurlu alınanda o bir dəfə uğurlu alınmır. Ona görə də gərəkdir ki, Amerika öz həddini bilsin. Nəyəsə və kiməsə yaxşılıq edəməmişdən əvvəl öz həddini bilməlidir. Siz sadə Amerikalı, yəni torpaqla, heyvandarlıqla məşğul olan Amerikalı, bəlkə də dövlət siyasətindən konkret bir söz deyə bilməzsiniz. Amma məhz siz Amerikalının Amerika haqqında fikirləri çox vacibdir. Baş verən terror hadisəsindən sonra sizə necə gəlir? Elə gəlirmi ki, Amerikanın bütün dünyanı idarə edə biləcək qüdrətinin mifi sındı, yoxsa yox? Mən azadlığı hər şeydən üstün tutan insanam. Əvvəllər Demokrat Partiyasının üzvü olmuşam. Torpağım, malikanam, bizonlarım, biznesim var. Çox rahat və müstəqil yaşayıram. Ancaq bu saat tək mən yox, bütün Amerika Əfqanistanın bombalanması sualı altında iki yerə bölünüb. Bir qismi deyir ki, bombalamaq lazımdır. İkinci qismi deyir, terrorist bir məmləkətdə 2-3 nəfərdir. Ölkə, millət buna görə məhv edilməməlidir. Bir terrorist bir millət demək deyil. Və bu İraq məsələsi də deyil. Məncə banklarda hesablar bağlanmalıdır. Telefonlar izlənilməlidir. Bagajlar yoxlanılmalıdır. Yəni konkret adamlar tapılmalıdır, məhz konkret terroristlər cəzalandırılmalıdır. Və bir də Amerikanın gücü onu ayıranların gücündən də çoxdur. I think most people in the United States are more concerned that the freedoms that we may have lost because of the terrorists. Son terror hadisələri Amerikanın sərhədlərinin müəyyənləşdirilməsi üçün bir qida idimi, belə bir vaxt oldu, imkan oldu mu ki, Amerika qüdrətinin sərhədləri haqqında düşünsün? Aydındır ki, Amerikanın qüdrəti qeyri-məhdud ola bilməz. O hamıya öz iradəsini diktə eləyə də bilməz. Bizim dostlara, partnyorlara ehtiyacımız var və bizim müttəfiqlərimiz də var. Məsələn, Avropa bizim ən yaxın müttəfiqimizdir. Bizim NATO-muz var, o genişlənməkdədir. Yaponiya bizim çox yaxın müttəfiqimizdir. Çox misal çəkmək olar. Biz dünyada ən dinamik və ən güclü ölkəyik. Dünya ölkələrinin öz spesifik problemlərini həll etmək üçün bir-biri ilə dostluğa ehtiyacları var. Məsələn, Amerikaya qarşı məlum terror aktları bizdən digər dövlətlərlə koalisiya yaratmağı tələb elədi. Çünki bu daha effektivdir və problemin daha asan həllinə imkan yaradır. Hamıdan qüdrətli olmaq heç də hegemonluq demək deyil. Nəticələrdən biri də o oldu ki, Amerika dünya proseslərinə daha dinamik və daha enerjili cəlb olundu. Koalisiya yaratmaq üçün dinamik səylər göstərdi. Məsələn, Çin və Rusiyanın da bu koalisiyaya qoşulması onu göstərir ki, qlobal əməkdaşlığın sərhədləri genişlənir və Amerika bu əməkdaşlıqda liderdir. Onun sərhədləri belə hadisələrlə görünməz. Sizlər, Amerikanlılar, yəni Amerika vətəndaşları bu terror hadisəsinə necə baxırsınız? Siz necə güman edirsiniz? Amerika nəsə itirdimi bu hadisələrdə, yoxsa yox? Təbii ki, Amerika çox şey itirdi və məncə bu hadisələrdə ən vacib məsələ odur ki, Amerika bir zəngli saat kimi yuxudan oyandı. Amerikalılar da oyatdı. Biz başa düşdük ki, bizimlə də bu cür rəftar eləyənlər var. Amerika anladı ki, onunla da belə rəftar etmək mümkündür və eləyirlər də. Əsas başa düşülən bu oldu ki, Amerikanın çoxlu səhvləri var. Amerika bu səhvləri, bu mənfi cəhətlərini düzəltməlidir. Biz fəxr edirik ki, Amerikalıyıq, ancaq bu demək deyil ki, biz bilmirik ki, Amerikanın mənfi cəhətləri çoxdur. Biz bunu bilirik.
Siz necə güman edirsiniz, 3-cü Dünya müharibəsinin başlanmağına zəmin varmı məhz Amerika tərəfdən? Yes, I think Mən hesab edirəm ki, ola bilər, artıq mümkündür. Çünki o adamlar ki, bilirdilər ki, bu terror aktlarına Amerikanın cavabı olacaq və bir növ provokasiya elədilər Amerikanı ki, o başlasın bu savaşa. Bəlkə də olacaq, bəlkə də artıq labüddür. Cavab vermək çətindir. Mr. Errol, siz hərbi hava qüvvələrində çalışırsınız. Yəni, siz bu saat Amerika üçün ən vacib olan bir mövqedəsiz. Bu son hadisələr, sentyabr hadisələri sizdə nə hisslər yaratdı bir Amerika vətəndaşı kimi? Necə təsir edirsə bu hadisələr? Mən hadisələr zamanı, yəni 11 sentyabrda Pentaqonda idim. Təbii ki, çox hisslər keçirdim. Vaşinqtonu da düşündüm, Amerikanı da düşündüm, ailəmi də. Ancaq hava qüvvələrində qulluq elədiyimə görə mən əmrə tabe idim və əmr gözləyirdim. İstənilən əmri də yerinə yetirməli idim. Baş verən hadisə isə dağılan simvollar oldu. Amerikanı dağıtmadı. Onlar daha da gücləndirdilər Amerikanı, qüdrətli elədilər. Mif sınmadı, simvollar sındı. Bugün bütün Amerikalılar öz iradələrini sülh və ədalət naminə səfərbər edirlər. Amerika əvvəlcə öz düşmənlərinə qarşı amansız olub. İndi də belə edəcək. Amma biz azadlığı müdafiə edəcəyik və hər şey ədalətlə olmalıdır. Bu da Amerikanın məşhur Pentaqonu. Amerikanın Pentaqon qədər əlçatmaz heç nəyi olmayıb. Amerikanın Pentaqon qədər qürurlu heç nəyi olmayıb və bu Amerikanın qürurudur və bugün bax bu binaya dəyən zərbələr kamikadzələrin, yəni terrorçu adlanan kamikadzələrin həmin bu binaya vurduğu zərbələr elə-belə terror aktı deyildi. Bu mənə elə gəlir ki, dünyanı bir qüsbətən idarə eləmək istəyən, dünya ağalığına özünü bir nömrəli namizəd bilən Amerikaya olan xəbərdarlıq idi. Nə qədər qüsurlu olsa da baş verən terror aktında olan günahsız qurbanların sayını biz xatırlasaq və xatırlamasaq da bu terror aktı Amerikaya olan birinci xəbərdarlıq idi. Hələ heç vaxt heç kimə belə xəbərdarlıq edilməmişdi. Bu saat Hüseyn Bin Laden adı altında Əfqanistan bombalanır. 7 oktyabr tarixli Pentaqonun qisasını alan Ağ Ev və Amerika və yaxud da Bush bu saat bu faktı əsas götürür ki, yəni bu terrorizmlə bütün federal araşdırmaların gəldiyi qərardır və bütün Amerikalılar da məhz bu qərara inanırlar. Amma mənə elə gəlir ki, nə qədər bu terrorizmlə mübarizə adlandırılsa da bütün bunların əvəzi idi. İntiqam hissi idi Amerikanı bu addım atmağa məcbur eləyən və burada dini faktor elə belə deyil. Mənə elə gəlir ki, Amerika öz şahmat taxtasında qaldığı mat və yaxud da pat vəziyyətini məhz belə yumalıydı və o bu addıma bəlkə də atmalıydı, atdı və burada günahsız insanların məhvini Amerika düşünməliydi. İslam İnstitutunda siyasi məsələlər üzrə direktor kimi, hər halda bir İslam dininin daşıyıcısı kimi, müsəlman ölkəsinin bombardıman edilməsinə siz necə baxırsınız? Bunu da terroru məhvi kimi qəbul edirsiniz, yoxsa hər halda burada dini faktor rol oynaya bilər? Biz belə düşünürük ki, bombardıman yalnız Üsama Bin Ladenin Birləşmiş Ştatlara və digər dövlətlərə qarşı terror törətmək imkanlarını məhdudlaşdırmaq məqsədini daşıyır. Amma əgər bombardıman mülki əhaliyə ziyan vurarsa, onda bu adamlarda Amerikaya qarşı nifrət oyanar. Bu isə arzu olunmazdı. Biz Amerika vətəndaşı kimi əlbəttə ki, əskərlərimizi dəstəkləyirik. Onların bu əməliyyatlarda həlak olmasını istəmirik. Bu nöqteyi nəzərdən biz hesab edirik ki, bombardıman vacib deyil.
deyil. Vacib odur ki, terrorçular tapılsın və ədalət məhkəməsinə təhvil verilsin. Yalnız bu vasitə ilə onları dayandırmaq olar. Digər tərəfdən, əgər bombardıman uzun sürərsə, o yüzlərlə Üsama bin Laden yaranması ilə nəticələnə bilər. Çünki bu adamlar bizə nifrət etdikləri üçün terror törədiblər və bizə nifrətləri isə ondan yaranıb ki, biz əvvəllər də onları bombalamışıq. Ruslarla da belə olub. 20 il əvvəl Ruslar Əfqanistana hücum ediblər. Ona görə də biz istəyirik ki, bombardıman tezliklə başa çatsın. There are some concerns we have, and we'd like this bombing to end just as soon as possible. Son hadisələr, yəni Amerikada olan terror hadisələrindən sonra belə bir fikir də yayıldı. Dünya belə deyək ki, mətbuatında daha doğrusu belə bir fikir oldu ki, Amerikada müsəlmanlara qarşı təzyiq var. Yəni baş verən terror hadisəsinin müsəlman tərəfindən edildiyindən burada müsəlmanlar sıxışdırılır. Bu nə dərəcədə doğrudur? That was actually the first thing that happened. Bəli, belə hadisələr olub. Mən bir misal göstərmək istəyirəm. Terror aktlarından sonra ilk günlərdə Çikaqoda məscidə hücum edilmişdi. 300 nəfər adam məscidi zəbt eləməyə çalışmışdılar. Yerlilərdən kimsə polis çağırıb və polis məscidi qorumaq üçün onu mühasirəyə almışdı. Bilirsiniz, Çikaqoda əslən Bosniyadan, Hindistandan, Pakistandan olan çoxlu müsəlmanlar yaşayır. Başqa bir hadisə Dallasda baş verib. Burada bir Pakistanlını qətlə yetiriblər. Hətta elə hallar olub ki, başqa dinə etiqad eləyən, müsəlman olmayan şəxslər də səhvən hücuma məruz qalıblar. Məsələn, Arizonada bir Siqin başında çalma olduğuna görə müsəlmana bənzədilərək öldürülüb. Amerikadakı İslam təşkilatları, Birləşmiş Ştatlar hökuməti belə hadisələrin statistikasını aparıblar. Qeyd edeyim ki, bu hadisələr ilk günlər baş verib, sonradan isə məsələnin mahiyyəti izah olundu. İndi belə deyil. Hazırda 500 belə hadisə qeydə alınıb. Bunlar ilk bir ayda yalnız ərəblərə və müsəlmanlara qarşı edilən hücumlardır. Müsəlman olmayan şəxslərə, məsələn, sinhlərə qarşı hücumlar da nəzərə alınsa, onların sayı 1000-ə yaxındır. Digər bir hesabatda isə bu rəqəm 600 kimi göstərilib. Deməli, təxminən 1000-1500 sayda göstərilə bilər. There was one report which publishes names and cities and a small paragraph on each one, which just in the first week alone there were almost 600 in that one report. Biz indi Amerikada olan müsəlman məscidinin qarşısındayıq. Bu Amerikada olan müsəlman məscididir və burada Amerikada olan müxtəlif millətlərdən olan ancaq bütün müsəlmanlar məhz bura yığışır və son baş verən hadisələrdən sonra dini zəmində olan müəyyən insidentlər də baş verdi. Amma Prezident Bush özü məscidə gələrək bütün müsəlmanlara müraciət elədi və həmçinin bütün dünyaya sonuncu konqresdə senatlar yığılıb bütün dünyanın müsəlmanlarına müraciət eləyərək məhz müsəlmanlara Amerikanın sülhsevər olduğunu və müsəlmanlara qarşı heç bir tərəfli ziddiyyəti olmadığını bəyan elədi. Bütün müsəlmanlar təbii ki, bu hərəkətləri Amerikanın dəstəklənməsinə onların ehtiyacı olduğunu bir daha nəzərə çatdırdı. Və biz indi məscid qarşısındayıq və bu məsciddə dini, yəni bizim din bir olan qardaşlarımız yığışırlar və bu Amerikada bəlkə də mənə ən doğma bir yerdir. Burada müəmmalı qalan bir məsələ var. Hadisələrin ilkin mərhələsində bu terrorun mahiyyətində dini zəmin mühüm faktor idi. Bu sahədə artıq bir sıra aqressiv addımlar da artıq atılmışdı və sonraki gediş üçün, sonraki taktika birdən dəyişdi. 3-cü Dünya müharibəsi üçün zəmin ola biləcək heç bir ehtimala güman qoyulmadı. Amma çox aydın səslənən və görünən müharibə olmayacaq, 3-cü Dünya müharibəsini Amerika başlamayacaq fikrinə qoyulan, cümləsinə qoyulan nida işarəsi nöqtəyə çevrildi. Sonradan 7 oktyabrdan sonra isə bu nöqtə vergülə çevrildi. Çünki Amerika atdığı bad attack, cavab atəş addımından sonra dünya necə düşünürsə ona cavab axtarmırdı. Və Amerikalıların 92%-i Bush'u bu mənada dəstəkləyir. Çünki bu addım təsadüfi və bir mənalı atılmamışdı. Bu barədə beynəlxalq koalisiyanın cavabını aldıqdan sonra Bush bu qərarı verdi. Ən vaciblisi odur ki, terrorizmi məhv eləmək, qarşısını almaq üçün bütün dünya dövlətləri tərəfindən dəstək alınandan sonra atıldı bu addım. Və Federal Araşdırmalar Bürosu və ədliyyə rəsmiləri konkret terroristin Üsama bin Laden olduğunu və həmçinin bu terrorun sübutunu hər gün mətbuat konfransında mümkün olacaq qədər açıqladı, məlumatlarla bəyan elədi. Əvvəlcə təbii ki, intiqam hissi ilə Amerika və Amerikalılar çıxışlar elədi və sonra bunu terrorizmə qarşı mübarizə kimi dəyərləndirdilər və beynəlxalq aləmin terrorizmə qarşı mübarizədə birgə olduğunu biləndən sonra bu addım atıldı.
Və birmənalı olaraq Amerika xalqı bu gün bu addımı tək Əfqanistanla yox, tək Bin Ladenə qarşı yox, bütövlükdə terrorizmə qarşı mübarizə kimi qiymətləndirir. Və Bin Ladenin məşhur bəyanatı olan Fələstinlilər nə qədər təhlükəsiz olmayacaqsa, Amerikalılar da özlərini təhlükəsiz hiss eləməyəcək və təhlükəsiz qalmayacaq fikrindən sonra Amerika rəsmiləri bunu bir daha təhlükəli terror və terrorizm adlandırdılar və baş verə biləcək terrordan daha artıq qorunmağa başladılar. Mənim gəldiyim qənaət odur ki, Amerika çox mürəkkəb sistemdir. Onunla onun öz qanunları çərçivəsindən danışmaq lazımdır. Amerikanın gözləmədiyi bir halda onun başına gələn bax bu hadisələr. Siz bunu necə qiymətləndirirsiniz? Təbii ki, bu saat bütün hər yerdə məlumat bu cürdür. Bu böyük terror idi. Və bunun ikinci bir tərəfi də var. Amerika çox qüdrətli, bəlkə də şəxsən öz fikrimi deyirəm, lokal fikrimdə dünya ağalığına can atan birinci hegemon dövlətə çevrilə biləcək bir nömrəli namizəddir. Amerikanın mifi sındımı bu terror hadisələrindən sonra? Qüdrətli Amerikanın sərhədləri göründümü ki, çox dayaz imiş, o da mat qala bilərmiş? Yox, mən belə qəbul eləməzdim bu hadisələri. Birinci, əlbəttə bu hadisələr siz deyirsiniz gözlənilməz və dəhşətli, düzdür. Amma eyni zamanda bu hadisələrin böyük, əlbəttə, təsiri indi də var və gələcəkdə də olacaq və bu mənada bir qədər Amerikanın da gözü açılmış olur, əlbəttə. Bilirsiniz, siz dediniz, Amerikanın xüsusi, dünyada xüsusi rolu, əlbəttə o təbii ki, hamıya məlumdur ki, Amerika, xüsusən Sovetlər Birliyi dağılandan sonra yeganə bir super dövlət kimi görsənir. Amma eyni zamanda Amerikalılar və xüsusən əlbəttə o dünya siyasətini izləyən və təfəkkürlü adamlar anlayırdılar ki, Amerikanın xüsusi rolu eyni zamanda xüsusi çətinliklər də yaradır. Çünki Amerikanın inkişafı və üstünlüyü, mən həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən deyirəm, o qədər digər ölkələrdən, digər dünyadan fərqlənir ki və Amerika o qədər qabağa gedir ki, bu həmişə o fərq artanca həmişə müəyyən bir qorxu da əmələ gəlir ki, bu fərqin müqabilində hansısa Amerika öz siyasətini uyğunlaşdırmalıdır bu yeni şəraitə. Mən elə bilirəm, bu cəhətdən bu dəhşətli 11 sentyabr hadisəsi bu Amerikanın dünyaya baxışını müəyyən mənada dəyişdirdi və dəyişdirəcək və inanıram ki, gələcək siyasətini də bu yeni şəraitə uyğunlaşdıracaq. Bəs 7 oktyabr hadisələri necə? Yəni bu cavab addımı, yəni insan hüquqlarını qoruyan və insanı birinci faktor kimi qoyan Amerika, yəni bu cür demokratik bir ölkənin digər bir ölkəni bir terroristin ucbatından bombardıman eləməsi necə? Yəni bu necə qiymətləndirmək olar? Bilirsiniz, təbiidir ki, bu dəhşətli hadisələrdən sonra New Yorka və Vaşinqtona hücumlardan sonra Amerika müəyyən bir tədbir görməli idi. Amma bir vacib bir amilə mən diqqətinizi yetirmək istəyirəm ki, bu dəhşətli terrorun törədildiyindən sonra bəzi siyasətçilər və hökumət nümayəndələri hətta dərhal bir cavab gözləyirdilər ki, Amerika bir cavab addımı atsın, bir müəyyən bir tədbir görsün. Bu dəfə deyə bilərəm ki, bu Bush administrasiyasının maharəti onda oldu ki, ona getmədi. Mən yadımdadır, elə həmin o terror aktı törədiləndə mən özüm Peru'da idim, Lima'da Amerika ölkələrinin
Amerika Ölkələri Təşkilatının Baş Assambleyası gedirdi orada. Həmin gün də elə dövlət katibi Colin Powell da oradaydı və ilk təəssüratını gördüm onun. Məsələn, orada növbədən kənar həmin günü 11 sentyabr səhəri ona söz verildi və o orada da görsənirdi ki, nə qədər hissiyyətlərini cilovlamaq istəyir və orada dedi ki, bu hadisə dəhşətlidir. Eyni zamanda buna cavab əlbəttə olacaq, amma cavab düşürülmüş cavab olmalıdır. Bizim dövlətimiz güclüdür. Böyük dövlətin böyük də müdafiəçiləri olur. Terror aktları hündür binaların özülünü silkələyə bilər. Lakin Amerikanın əsaslarını sarsıda bilməz. Terror aktı Poladı qıra bilər. Lakin Amerikalıların Polad iradəsini sındıra bilməz. Bugün Amerika dünənini unutmadan sabah üçün yaşayır. Yəni, baş verən terror aktlarından sonra, baş verən gözlənilməz zərbələrdən, itkilərdən sonra Amerikalılar sınıb süsləşmədilər. Yox, əksinə, onlar sabah üçün yaşayırlar, biraz da daha mərdliklə və ona görə onlar cavab addımlarını atdılar. Və bugün Amerikada olanlar, yəni Amerikalılar hələ Amerikanı belə sevdiklərini, özlərinin dediklərinə görə hələ bu qədər hiss eləmirdilər. Hər binada bir bayraq, hər binada bir yazı, səssiz televiziya verilişlərində, reklam fasilələrində, hamısında Be Strong America, God bless you, Amerika sözlərini yazırlar, eşidirlər. Yəni, sanki ilahi qüvvə tərəfindən qorunan Amerika bu saat bütün dünyaya güclü dövlət olduğunu bir daha sübut eləmək istəyir. Amerika özünü çox sevir, amma doğrudan da bəlkə lazımdır, çünki zaman qədər zamanda həmişə güclü və məğlub edilməz olmaq imici həmişə hər bir millətə kömək eləyir və hər bir millət özünü məhz bu rakursda görüb bu cür təsdiq eləməyə cəhd göstərir. Bu çox gözəl bir şeydir. Doğrudan da deyirlər, özünü sevməyəni Allah da sevməz.